Venezuela prezidenti Nicolas Maduronu devirməklə Donald Trump xarici ölkə liderlərini devirmiş ABŞ prezidentləri siyahısına adını yazdırdı. ABŞ hökuməti və kəşfiyyat xidməti ötən əsrin 50-ci illərindən bəri ən az 8 liderin devrilməsindən birbaşa və ya dolayı yolla məsul olub. 1. 1953-cü ildə ABŞ-nin Mərkəzi Kəşfiyyat Xidməti İranın baş naziri, demokratik seçkiləri seçilmiş Məhəmməd Müstədiqi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırdı. Tarixçilər deyir ki, bu addım Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyətini gücləndirməyi hədəfləyirdi və səbəb Müstədiqin ölkənin neft sənayesini milliləşdirməsi idi. 2. Bir il sonra isə demokratik yolla seçilmiş daha bir lider, Qvatemala prezidenti Jacobo Arbenz də CIA dəstəyi ilə həyata keçirilən bir əməliyyatla vəzifəsindən uzaqlaşdırıldı. ABŞ rəsmiləri həmin vaxt bunun əsas kimi Arbenzin kommunist olmasını göstərirdi. Arbenz isə çevrilişdən sonra radioda etdiyi çıxışında demişdi ki, əsl səbəb onun islahatlarla torpaqları ABŞ şirkətindən alıb kəndlilərə vermək istəməsi olub. 3. 1963-cü ildə İraqda çevriliş nəticəsində baş nazir Əbdülkərim Qasımın başçılıq etdiyi hökumətin devrilməsində də CIA-nin adı hallanır. Bu barədə CIA sənədləri hələ də məxfi saxlanılsa da, bəzi tarixçilər həmin dövrdə ABŞ rəsmilərinin çevrilişi həyata keçirən Bəəs partiyasının fəalları ilə isti münasibətləri olduğunu xatırladır. Qasım Bəəsçilər tərəfindən edam edilmiş və cəsədi televiziya ilə nümayiş etdirilmişdi. O hakimiyyəti dövründə anti-qərb siyasəti yürütmüşdü. 4. Eyni ildə Cənubi Vyetnamın prezidenti Ngo Diem də CIA-nin dəstəklədiyi hərbi çevriliş nəticəsində həbs edilmiş və qətlə yetirilmişdi. Ona qarşı çevriliş planını ABŞ prezidenti John Kennedy təsdiqləyib. Tarixi mənbələr göstərir ki, ABŞ əvvəlcə ölkədəki kommunistlərə qarşı mübarizə aparmaq üçün özü antikommunist olan Diemə arxalanıb, onunla əməkdaşlıq edib. Lakin sonradan Diemin yerli buddistlərə qarşı zorakılıq kampaniyası aparması fikir ayrılığına səbəb olub. 5. 1983-cü ildə ABŞ Karib dənizində yerləşən ada dövlət Grenadanı işğal edib və kommunist hakimiyyəti devirib. Buna səbəb kimi əməliyyatdan bir həftə əvvəl hakimiyyət daxilində çaxnaşmanın və zorakılıqların olması göstərilib. Həmin çaxnaşma nəticəsində əvvəlki kommunist lider devrilmiş və edam edilmiş. Yerinə digər kommunist Hudson Austin gəlmişdi. Austinin də hakimiyyətinin ömrü cəmi bir həftə çəkmiş və Amerikalı hərbçilər tərəfindən devrilmişdi. 6. Panamaya rəhbərlik etmiş Manuel Noriega isə 1989-cu ildə ABŞ prezidenti George Bush'un əmri ilə həyata keçirilən əməliyyat nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. ABŞ qoşunları Norieganı ələ keçirərək onu ABŞ-yə aparıblar. Orada isə o narkotik qaçalmacılığı ittihamları ilə mühakimə olunub və 40 il həbs cəzası alıb. Daha sonra Fransa və Panamaya ekstradisiya olunsa da bu ölkələrdə də həbs cəzası alıb. Noriega 2017-ci ildə beyin xərçəngindən ölüb. 7. İraq prezidenti Səddam Hüseyn də 25 illik hakimiyyətindən sonra 2003-cü ildə ABŞ işğal nəticəsində devrilib. O, öz ölkəsində insanlığa qarşı cinayətlərdən mühakimə olunub və 2006-cı ildə edam edilib. 8. 2011-ci ildə Liviya lideri Müəmmar Qaddafi də ABŞ-nin qoşulduğu NATO koalisiyasının müdaxiləsi nəticəsində üsyançılar tərəfindən devrilib və qətlə yetirilib.